Başqalarını əxlaqsızlıqda günahlandırıb, özü həyat yoldaşına xəyanət edən professor haqqında olan filmimizi bilirsiniz. İzləyək. Arvadı yenə də xəstədir. Böyük əlimdən zəncir çeynəyir. Elə bir günahkar mənəm ki, mənsiz dana bilmir. Sənin heç bir günahın yoxdur. Bu filmin baş qəhrəmanı Fariz Rzayevdir. O, Bakıdakı ali məktəblərdən birinə rəhbərlik edir. İş yoldaşı ilə bir-birinə məhəbbət bəsləyən əməkdaşın məsələsini özü üçün ayırd etmədən, onu əxlaq pozğunluğu altında işdən qovur. Digər tərəfdən isə özü tənha qonşu qadından gizli məhəbbət əlaqələri qurur. Rasim Ocağovun çəkdiyi və Özgü Ömür adlanan filmdə professorun ikili həyatı göstərilir. Rejissor özü deyir ki, mən filmlərimdə həmişə cəmiyyətdəki nöqsanlarla mübarizə aparmağa çalışıram. Burada da professor öz gözündəki tiri görmür, başqasında tük axtarır. Bu film həm də Çingiz Mustafayevin rol aldığı filmlərdən biri kimi yaddaşlarda qalıb. Bəs digər aktyorlardan kimləri tanıdınız?